Deməli, günlərin bir günü 2 dənə ailə olur. Hər iki ailənin də elə bir dənə qızı olur. Bunlar qonaq gedirlər bir-birlərinə. Kişi, ataları da bir-birlərinə sual verir. Kişi o bir kişiyə qayıdır, deyir ki, sənin qızın nə işləyir? Bu da qayıdır ki, keçən il bir dənə işə girdi. Yaxşı işləyir də. Başladı sonra gecələr işdə qalmağa. Müdür gördü ki, bu çox yaxşı işdir. Dedi ki, xadnoyzad eləmə. Xadnoylarında da gəlişə. İşlədi bir xeylə, müdür bunu öz köməkçisi elədi. Sonra Parisə da getdilər başqa ölkələrə. Qızı da yanında aparırdı, sənət işlərinə baxırdı qız. Sonra gördü ki, bu çox gözəl işçidir, bu belə alınmayacaq. Müdür bir dənə ev tutdu qızıma, qızımla bir yerdə qalırlar. Qızım dəli kimi gecə-gündüz işləyir orada. Bu deyir, sözünü qutarır, qayıdırdı ki, sənin qızın nə işləyir bəs? Bu da qayıdırdı ki, mənim qızım qəhvədir, səhər kimi belə gözəl danışanmadım da. Vaxt olur.